Ömer'in Sabahta davamının anasının lafaz gezesini Babül Havayisi İnşallah kimin ne hadesi, ne derdi, hususen hastası olanlar inşallah iltimas eləsinler, adet eləsinler, tevassül eləsinler inşallah. Hakikatimiz budur ki inşallah bu meclisten boş etmeli. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Bugünler eyyam-ı fatımadır. Neyse cümleden Rabbat Hanım'ın vefat günün çeşitli, şehadet günün çeşitli ve inşallah ayın birine fesahat edip hanımın mevludu biz inşallah evan eləmişiz. Pazar günü ayın 28'de inşallah bu mevludu inşallah çeşitlidir. Ortaya geldiği pazar günü namazdan sonra, cevapın namazından sonra Allah'ın inşallah adeti var. Hanım bir hanım idi ki Peygamber bunu ki Fatıma Mərzəmdir. Bir dənə bir kəlmət elə deyilən kifayət. Hanımın haqqında danışmalıyız. Hanım dünyada gedəndə Əli Aleyhisselamın bir vəsiyyət elədi. Dedi yarın gedirəm, can sənin, can babalarının məmanət. Məlumdur, ailə qıradasın. Elə bir ailə olsun ki, uşaqlarıma layiq olsun. Yəni, uşaqlarıma analıq edən bir qadın olsun. Ailə dur. Amma əmanət uşaqlar. Hətta Hüseyin Zeynəb Yusuf, bunlar əmanət edər. Elə bir ailə olsun ki, bunlara biz layiqli analıq edərik. Ömrül bənim, Allah səni rəhmət eləsin. Qadınların içində bəlkə də deyə bilərik, yeganə qadındır, Babül Həvaid ləqəbi verilir. Qəbr-i şərifi bəqidə də Allah hamıda nəsib eləsin. Babül Həvaiddir. Oğlu əvvəldə davamızla Babül Həvaiddir. Elə deyə, buna elçiliyə gedəndə birinci kəlməsi oldu. Dedi, əgər Həsən Hüseyin məni özlərindən xadimən, nökər qabul eləsələr, mən o evə kənil gedərəm, qadın yox, ana yox, kənil gedərəm. Əlbəttə ki, o gözəl sözə görə Allah Tabarək və Təala xanıma bir evlad verdi. Əvvəldə davamı. Əgər Peyğəmbərin ələmin, Əli Aleyhisselam daşıyırdı, Hüseynin ələmin əvvəltəz daşıyırdı. Balandışdır. Bir Məsihi qadın var idi. Allah heç kimin evində xəstə eləmədi. Xüsusən qız uşağı xəstə olanda ata-ana gecə də yanır, gündüz də yanır. Gecə də ağlayır, gündüz də ağlayır. Oğlanın bir əşi oğlan uşağı, bir əşi qoyurdu. Amma qız uşağı olanda çətin olur. Bir Məsihi qadının uşağı var, iflis, xəstə. Nə qədər həkim, təbib, əvaz edə bilməyir. Qonşu qadını ilə gedirdi yolda, gördü ki, müsəlman qadınları gedir. Qonşuya dedi, hara gedirlər? Dedi, bunlar bir qapıya gedirlər. Babül Həvaid deyərlər buna. Ömür bənin bu günləri vəfatıdır. Dedi, o kimdir? Dedi, gedək ora, istəyək olma. Sənin uşağına şəfa verirlər. Dedi, tanıqların uşağının şəfadan keçir. Yəni, bütün həkimlərdən keçmişəm. Mənim uşağımın şəfası yoxdur. Bu xanım bundan ayrıldı, uşağın anasından getdi, o rozaxan iki roza verdi, onun mikrofonunu aldı əlindən. Dedi, ağa, bizim bir xəstəmiz var. Bugün Ümmülbənin məclisidir. İsti Ümmülbənindən bizim uşağımıza şəfa verir. Uşağın anası da gəldi, bu xanımın əlindən çıxdı, dedi, məni gel içində biabır edər. Mənim uşağımın əlazı gelir. Təbib qalmayın, həkim qalmayın, gəldirmiş ha. Həkimdən keçdi, mənim uşağımızı qutarırlar. İndi ana da gəldi, yana gəlir evə. Gəldi evə ki, qapını açsın, girsin, biraz da dərdi ürəyin boşatsın. Gördü, o uşaq iki xəstə idi, ifliz idi, yoran dökəyi. Durdu anasının qabağına, anasının pişvazına. Dedi,
Ana tez soruşdu, uşaq, nə halda sən düşmüsən? Dedi, biraz gec gələndə mənim bir qonağım var idi. Və bunlar orada əhd eləmişlər, əgər uşağımız şəfa tapsa, İslamı qabul edərik. Dedi, gələ biraz gec gələydik. Mənim gözəl bir qonağım vardı. Qonağım kim idi? Bir uzaqboylu bir qadın idi, gəlmişdi. Dedi, mənim oğlum əvvəlfəz göndərib buradakı. Gəlmişəm şəfa verməli, Allahın izni ilə əlbəttə ki. Amma bir şərtim var, valideynlər vəziyyətdən. Biz onların vədəsini əməl elədik. Onlar da öz vədələrini əməl eləsinlər. Bəli, bu günlərdə hamının qəlbində bir yanıcı nöqtəsi var. Evində xəstəsi olan var, dərd olan var. Xüsusən iki mömin qardaşımızdır. Birinin balası xəstədir, birinin də atası xəstədir. Və kimlərin nə iltiması var inşallah, o müzbənin qapısıdır bura. Eşq ilə gəlmişik, istəyir inşallah bu qapıdan boş gitməlir. O eşq ilə ki gəlmişsiniz, əqidəmiz budur ki inşallah bu müzbənin Babil Həvaidir, bizi buradan boş qaytarmaz. Amma eşqimiz ruşa gətirərlərsən. Bu eşq hər kəsdə olmaz. Sizi bura gətirən eşq var, ha. İnanın, heç kəsdə olmaz. Bu eşq heç kəsdə olmaz. Eşq insaniyyətin hamız əzbərisiz. Bir uşaqlar mənə zəng edirəm, adı məclis nə vaxtdır? Onu zəng edirəm, özüdür, onun eşqi edir. Eşq insaniyyətin bərdəstə istedadı deyil. Eşq örgətmək sətirdir, eşq madərdadədir. Eşq gəlir insana anadan gəlmə olar. Sonradan eşq örgətmə olmaz. Sizi bura gətirəm, biz həmişə bu söz işlədir. Allah kimin valideynləri dünyasını dəyişir, rəhmət eləsin, Allah hiss eləsin. Onların azadlıq halallığı bugün sürücəsidir bura. Eşq örgətmək sətirdir, eşq madərdadədir. Yəni insana içindən gəlir. Oradan gələn eşqlər olmaz. Ey bəşər, Fərhad şiirin eşqinə aldanmasa, onların bir eşqi var idi, amma o eşqinə aldanmasa, eşq əgər Leyla o məzmundur, o eşqə yanmasa, istəsən eşqin yolu məzmun kimi olsun dəli, bir dənə eşqin yolu var. İstəsən eşqin yolu məzmun kimi olsun dəli, dünyada bir eşq var, o eşq də Hüseyin İbn-i Əlidir. O eşqə yanqıdan. O eşq səni gətirib bura, onu yanımda saxlı inşallah buradan boş getməzlər. Hüseynə, Şərbiyə gəlib Hüseyndə bir iradət var idi. Şəhbədən ayrıldı Hüseyin, görən nə illət var idi. Şəhbədən çıxmaq ilə zəmzəmi ağlatdı Hüseyin. Çöllərə düşmək ilə Adəmi ağlatdı Hüseyin. Bəli, Hüseyin məclisidir, Əbəlfəz məclisidir, Ümmülbənin məclisidir inşallah. Allah bizi bu məclisdən əl-boş qaytarmır. Yenə də deyirəm, nə haldəsiz, nə istəyiz, xüsusən xəstəsi olanlar. İltimas edir inşallah. Mən elə başa düşürəm, bura qədər bəsdir mənim dediyim. Azıbaladın qardaşımız inşallah dəvət edək, o bizlər gezdiyə bilər. Sahabə Masum əleyhissalamların və Əhl-i Beyt əleyhissalamların xanımlarının və onların balalarının da ruhuna salavat şəriyyəm. Allahümme salli ala Muhammed və ali Muhammed. Səbəbkar Həzrəti Əli əleyhissalamın o vəfalı xanımlarından, o sədaqətli xanımlarından, yəni əsl adı Fatimə, yəni xanım Ümmü Bəlinin adı Fatimədir. Əhl-i Kilab qəbiləsindən. Həzrəti Əli əleyhissalam qardaşı Əqili çağırdı yanına. Əqil Həzrəti Əli əleyhissalamdan 10 il böyük yaş cəhətizdən və əsl-i nəsəbi tanıyan adam. Həzrəti Əli əleyhissalamın qardaşı Əqil çağırdı, buyurdu qardaşı, mənim üçün bir əyal ixtiyar elədinən ki, yəni əsl nəsəbdən olsun. Əqil
gəldi Kulavu qəbiləsi ki vardı, o qəbilənin əhli çox şücaətli və mərd insanlarıdır. Nizəni oxla göydə vururdular. Haman o qəbilədən Ümmü Bəni iffətli və ismətli bir xanım ki yuxu görmüşdü, uzun söhbətdir. Yuxuda görmüşdü ki 3 ulduzdur və bir aydır. Yuxunun ki təbirin öz anası üçün danışırdı, o vaxtı əbil gəlib oraya yetişdi. Yəni elçiliyə gəldi və onun da təbiri bu idi ki, Allah Ümmü Bənindən, yəni Fatimədən 4 oğul dünyaya gətirəcək. Əvvəli Həzrəti Əbülfəzl Abbas əleyhissalamdır ki, o onu deyir, Fəzlidir, bizə Cəfərdir. Yəni, Allah Teala Həzrəti Fatimə, yəni Ümmü Bənin sonradan əleyhissalam onun adını dəyişdirdi, qoydu, Ümmü Bənin, yəni oğullar anası. Bəli, Həzrəti Ümmü Bənini gətirirlər əleyhissalamın evinə gəlin. Əzizlər, qardaşlar, vaxtımız da azdır. Yəni ki, çox tul vermək istəmirəm söhbətimə. Həzrəti Ümmü Bənin ki, əleyhissalamın evinə gəlin gəlir. İndi gəlin üçün ən Allah yanında xoş gün hansı gündür? Xanım üçün ən Allah yanında xoş gün o gündür ki, onun gəlin gedən gündür. Ki gəlin gəlir, onun da yanında, ətrafında, xanımlar, kənizdə, onunla baxan, onu gətirirlər Əli əleyhissalamın evinə. Gəlib Əli əleyhissalamın asifanəsində olanda, orada xanım düşür toprağa. Deyirlər ki, xanım, sən öz xanımlığını itirmə, sən öz ağalığını itirmə, öz gəlinliyini itirmə də, yəni ki, sən bugün gəlin gəlirsən, yəni torbağa niyə düşürsən? Allah rəhmət eləsin Üstad-ı Münzəlinin, Münzəli orada bir beyt-i şeiri deyib, çox qiyamət edir. Etdi fərmayişlə mən dəlb-i məhəbbət eylürəm. Nə riyakarana bir ərz-ü iradət eylürəm. Mən xanımlar möhsünün qəlbini ziyarət eylürəm. Mənim torbağa düşməyim, möhsünün qəbrini ziyarət eləməkdir. Əgər mən möhsünün qəbrini ziyarət eləsəm, Allah məni bu evdə uzaldacaq. Gəldi, düşdü toprağa, möhsünün qəbrini ziyarət elədi, Allah ona 4 oğul ayəndədə verdi. 4'ü də bilirsiniz ki, Kərbəlada şəhid olub İmam Hüseyin əleyhissalamın qabağında. Qardaşlar, əzizlər, illər keçdi, indi xanımın ətrafında dostlar, xanımlar, yəni Əhl-i Beytin sevənləri, düşmənləri də baxandilər. Burada bunlar qəlblərində keçirdilər ki, bəziləri, bəzi xanımlar, bəzi paxılı insanlar dedilər ki, indi Ümmü Bənin gəlib oturacaq xanım Zəhranın yerində olacaq ana. Amma Ümmü Bənin gəldi o evə ana kimi yox. Dedi, mən bu evə ana kimi gəlməmişəm. Mən bu evə gəlmişəm kəniz. Mən gəlmişəm Zeynəbin qəlbini özümdən razı salam. Kulsumun qəbrini özümdən razı eləyəm. Həsənin qəlbin, Hüseynin qəlbin razı salam. Yəni ki, Zəhra yoxdur, hal-i həyatda, indi onun yerində gəlir, oturub ki, Ümmü Bəni. Bunlar hamısı tarixi söhbətlərdir. İllər keçdi onun üstündən, dedilər ki, qoy Allah buna bir oğul versin, onda biz görərik. Görün bunun öz oğluna məhəbbəti çoxdur, ya Zəhranın övladlarına.
Zəhranın balalarına məhəbbəti çox. Əvvəlfə davaya hamilə oldu Ümmü Bənin. Gəldi, indi 9 ay tutarı Həzrəti Əvvəlfə dava dünyaya göz açdı. Bəli, küçədə Həsənlə Hüseyni saxladı Ümmü Bənin. Əvvəlfəli bunların evdən götürdü dudağına, gəldi, doladı bu balaların başına. Dedi, əgər Allah mənə 1000 oğul da versə, 1000-i də bu 4 dənə balaya qurban olsun. Bəqidə də onun qəbrini görmüsünüz, o hasarın laf dibindədir. Ailədə ki, qəbri var Ümmü Bəninin. Əgər həsən bəqiyə giribsə, bəqidə, ailədə qəbri var, ora qoyurlar. Yaxına gəlir. Bəziləri əlində onun qəbrinə sürtür. O uzun qəbri ki var, o Ümmü Bəninin qəbridir. Əzizlə qardaşlar, Allah şair qardaşımızda səlamət eləsin. Biz Ümmü Bənin söhbəti məclisdə eləyəndə kim yadımıza düşür? Həzrəti Əbəlfəz ağa yadımıza düşür də. Əgər harda Əbəlfəz ağadan söhbət getsə, nənəsi Ümmü Bənin yadımıza düşür. Harda Ümmü Bənin söhbəti olursa, orada oğlu Əbəlfəz yadımıza düşür. Çünki elə bir qeyrətli bir anadan, elə bir mərifətli bir anadan, həyalı, ismətli, iffətli bir anadan Allah Həzrəti Əbəlfəz ağanı dünyaya gətirdi. Ona bəxş elədi. Qəmər İbəni Haşim ki, Allah bəyərləri mən dedim, Quran-ı Kərimdə, əgər Quranın təfsirinə baxsınız, Allah Şəms surəsində ki, buyurur ki, və şəmsi və zuhaha və qəməri izə təlaha, Allah orada günəşə aya and içir, günəş İmam Hüseyin əleyhissalamdır, Allah Hüseynə and içir, Quran-ı Kərimdə, qəmərə ki, Allah and içir, aya ki, and içir, ayda da murad kimdir? Həzrəti Əbəlfəz ağa. Bəli. O ki 14 gecəli ay ki var ha, özünü məsələn tam o ayı hilalın göstədir və 14 gecəli aydan oyana ayımız yoxdur ki. Həzrəti Əbəlfəz belədir, ağayım. Xanım Ümmü Bənin, qardaşlar, ömrünün axırında Bəqi qəbristanlığında günü keçir. Yəni, gündüzlər günün altında gələrdi, əyləşərdi. İmam Hüseyin əleyhissalama, Həzrəti Əbəlfəz öz balalarına əzab saxlayar. Hədisdə görmüşəm ki, 3 dənə balaca qəbr qazardı. Bir dənə də ondan böyük bir qəbr düzəldərdi torpaqdan. Əli ilə, barmağı ilə. Yəni 4 oğul anasıdır da. O böyük qəbir Həzrəti Əbəlfəzin qəbrinə oxşadırdı. 3 dənə balaca qəbirdə oğunu Həzli Cəfərə bəndədərdi. İlə ki, xanım Zeynəbi görərdi Ümmü Bənin, o qədər həya var idi onda. O həyalı anadan. İlə ki, görərdi ki, xanım Zeynəb gəlir, əli ilə o qəbrin, yəni ki, o nişangahı pozardı. Pozardı ki, yəni xanımın görməsin, mən öz balalarıma, öz sövladlarıma yas saxlayıram, əzab saxlayıram. Bir gün, Allah lənətləsin Mərvana, Mərvan gəlir öz qulamı ilə keçir, Bəqi qəbristanlığın kənarında. Görür ki, Bəqi qəbristanlığında ağlamaq səsi gəlir. Mərvan deyir öz qulamına, get gör kimdir? Qulam gəlir, görür ki, Həzrəti Əbəlfəz mənəsidir, Həzrəti Əbəlfəz anası. Gəlir, yəni Mərvana deyir ki, belə, Mərvan deyir ki, Ümmü Bəninin haqqı var ağlamaqda. Ona görə haqqı var ki, 4 oğul Kərbəlaya göndərdi. Öz qardaşından ötəri Həzrəti Əbəlfəz ağa gözündən keçdi, 2 qollarından keçdi. Ta son nəfəsinə qədər Kərbəlada İmam Hüseyin əleyhissalamdan difa elədi. Canını fəda elədi İmam Hüseyin əleyhissalam.
Əzizler kardeşler, Allah bir an verək bu gecənin hürmətinə. Allah bu gecə bizim hamımızı buradan bədiyə aparsın. Buradan qəlbimizi göndərək bədiyə. Yəni, xanımın qəbrinin nə şamı var, nə işığı var, nə çırağı var. O çıraqsız qəbrə indi buradan salam ver. Bir neçə kəlmə roza oxuyan, sizi dua eləyən, ondan sonra qardaşımızdan da istifadə edərək onun tuzlu şeirlərindən. Esselamu aleyküm. Bir gün Ali səslədi Fatima'nın, hanım yana yana ağladı, dedi Ali, dahi beni Fatima adıyla sanırma, niye umur benim? Her vakti beni Fatima adıyla sanırım, dayan Zeynep ellerim koyur eylim başıma ya, İray zavallerine. Allah Üstad-ı Qəhbarını selamet edersin, onun neçə dənə beytindən oxuyan və gedək Kərbəlaya. Ümmülbəninin dilindən ölənə kimi bəqidə idi, üzünü tutardı Kərbəlaya, gücülə nohə deyərdi, ağlayardı. Oğlanlar mənlərdə ölür, əlsə də söz yox. Oğlanlar mənlərdə ölür, əlsə də söz yox. Abbasıma əmma yan mən hamıdan çox. Quya toxanır tam gözünə zəhrili bir ol. Bir gün onu görsəm eşidəm bu söz yüzündən. Qolsuz necə peyqanı çəkim qanlı gözümdən. Hər bir ana fikr eyləyir dərsdə öləndə. Ananın arzusu nədir? Ananın arzusu budur ki, əgər ananın oğlu yola, ana ölə, oğlu onu gəldi apar. Ananın bundan arzusu yoxdur. Hər bir ana fikr eyləyir dərsdə öləndə. Oğlanlar göz yaşı tükən qəbrə gedəndə. Təkgil olan xar olmayan tabuti vətəndə. Mən etdirəm Kərbəladan gələn olsun. Ey kaç mənə Abbas ələmimdən kəfən olsun. Ey kaç mənə Abbas ələmimdən kəfən olsun. Yüzünü dolandırardı Kərbəlaya, diyerdi karvanım leng oldik, hizane görmedik, zanemazım serdim, Abbas'ım nemaze gelmedik, dört oğuldan Allah bir denazım gelmedik. Dört oğuldan bir denazım gelmedi. Haber verdiler, Ümmülbənini
Kerbela'ya gidenlerin gelir, hanım ile sarıdır diye ayağı. Evvel bu yetim balasının elinden tuttu baladır gider, gelen gidenlerimiz gelir bala. Hanım geldi dayandı Beşir'in kabağında, dedi Beşir, ben oğlum Hüseyin'den haber ver. Dedi hanım aklıma ne deyirler sen evvel tezne nefisen. Niye oğlanlarını soruşmadın, niye evvel soruşmadın, Hüseyin'i soruştum benden. Ay Beşir dedi hanım, eldeki ruhu şadmındadır. Eldeki kara elem, elanidir her metlebi. Kerbela'da geldi kardeşsiz koyunlar Zeynep'i. Zeynep Hüseyin'siz gelir Medine'ye. Ayda, hanım dedi bana dur gider. Dur gider bana, yetim kaldım bana. Aman yetimlik halinde. Aman adamsızlık halinde. Dediler hanım, niye Zeynep'i soruştun, niye dersini soruşmadın? Eğer oğlu ölen var bu meclisten üzül isteyen mehterinde, bir söz diyeyim ağlama değer, kıyamet edeyim. Dedi hanımlar, Ekber ölümdü, Ekber ölümdü, oğluyla fadlim eylürem, dünyada ben Hüseyin'siz evvel fadlim eylürem. Ya kelamı, burada kelamının önümüzde beytin okuyan bir başka bir Fatime'den bir Ebelfez'den okuyacağım. Ebelfez'in kollarını kesibler, sağ gözüne otururlar, şimdi az üstte durabilmiş gelir Kerbela yerine. Fatıma-i Zehra kollarını asır. Ebelfez belə bakın nənəsi Zehra'ya. Dedi nənə, mən o Abbas'tan ana. Belə ədəbli nənədən belə ədəbli oğul gələr də dünyaya. Dedi nənə, mən o Abbas'tan ana, oğluna qardaş demərəm. O mənim taze sərimdir, mən onun dildarı. Artık kanundan opozir denişem ya Zehra. Zikri tesbihim olubdur nenemin ezkarı. Bir gün ondan haber aldım seniler razı kesi dedi Zehra'dır tabibim ben onun bimarı. Dedim ömrü neçə il oldu hanım Fatime'nin. Dedi 18 il elbet işi oldu zari. Dedim ey vay nene, yandım kim onu öldürdü. Uzadan ağladı gözletti bana mismari. Ya Zehra, ya Zehra, ya Zehra. Uzadan ağladı gözletti bana mismari. Dedi nene indi kurbanın olum. Göre bak nenesiyle bize danışır. Dedi indi nene kurbanın olum. Sinede yarım bizedir. Kuruyup bir kanı yok. Hele var asari. Nene kumfuzun kalpsizim diye dişim zezreline. O seni buldu bul eşker vuracak kızlar. Nene vursalar kalpsiz ifade eylemece yoktur oğlum. Git nene kıymelere kızlara ver
dediler, dahi Abbas'ın yolunu gözlemeyin gelmeyecek. Ya Zehra, ya Zehra, git o mənəsiz balalarla dedirəm Zeynəb və Zeynəb mənə dahi Abbas'ın yolunu gözlemeyin gelmeyecek. Amma Amr Zəhravi dedi, oğul sen de benim oğlumsan, oğul qədrimi bilirəm. Zər qiyməti yaxşı bilinər, zər gələlində, qardaşdır Zeynəbin və Fatimə qurban. O muldiyə kimi əvvəlcə Hüseynə qardaş deməyim. Ravi diyar yüzünü dolandırdı, Tallin tərəfinə. Dedim sen, qolların düştü gəlsin zavale, həmdəri qolada gəldi. Mən dedim sündami, gündə mənə çox sadə gəldi. Ruhsamın dəri, xeymələrdə duyuvam və can qardaş, nənəm səhrada gəldi. Ya Kıymelerden sol yuvarlanma, gelmenem Zehra'da geldi. Umid-ü sekkaye harem, umid-ü sekkaye harem, Sen teşneler algınlığa batırsan ben kalmışam yalnız.
sallallahu ala cemil eşrefil enbiyâi vel evliyâi ve şühedâi vel murselîn. Elhamdülillahi Rabbil âlemin. Ey Ebu'l-Feth, ey reis-i zümre-i ehl-i vefa, abd-i salih mensebur Allah sana etmiş ata. Nehri olsun itmedül sunet ve alem feda. Su kenarından susuz zekkan selam olsun sana. Tavratiz derdi olan belki Ebu'l-Feth'le diye. Tavratiz derdi olan belki Ebu'l-Feth'le diye. Çok merizun varına hacet-ü istişfati. Bu her yolu değil, bu her yolu değil. Hiç sayili mevcut edemez. Efendim, kapıma gelmiş yara. Nehrin kapısıdır, senin kapısı yara. Behrül Ulum gördü İmam Hüseyin Aleyhisselam yuxuda, ay gel ya Ebu'l-Feth'i görənlər. Yuxuda ağaya dedi ki, ağa bu gəlir Əbbasa yaraşmır. Buyurur, şək eləmez, çox bitiləm, çox bitiləm. İki kəlmədən sizləri qiyamət edin. Buyurur, şək eləmez, çox bitiləm, çox bitiləm. Qəbrə bir buyurur qardaşımın ərzatı. Xudaya xudavənd aləm səni anda ölüyor paralanan bədənə, o doğranan bədənə. İmam Hüseyin ağa buyurmuşda onu niyə gətirə bilmədi Kərbal qeymələrə. Bütün şəhidləri gətirdi, amma Əbu'l-Feth gətirə bilmədi. Səbəbi nə idi? Məgər onun şərməndəliyi idi, onun xəcaləti idi. Yox, o da bilmir məqsəd. Amma İmam Hüseyin hər bir üzvünə əlin aparanda Əbu'l-Feth'in bədəni biri-birindən ayrılır. Yəni, Həzrəti Əbu'l-Feth zamanı o günə qoymuşdular. Mümkün böyüdü Həzrəti Əbu'l-Feth zamanın bədəni İmam Hüseyin qeymələrə gətirir. Bütün şəhidlərin başı uca nizələrə vurdular, amma bir dənə uca nizəyə vurulmayan baş Həzrəti Əbbasın başı. Onu sandıqda gətirdilər, Yezid Nəbisi. Yezid Nəbisi. Xudaya xudavənd aləm, sənə and verir Babül Həvaid Əbu'l-Feth ağanın sənin yolunda olan qurban mənzilətinə. Ana, bəli, ana müqəddəsdir. Elə bir müqəddəs anadan, elə bir oğul dünyaya. Həzrət İmam Hüseyin Aleyhisselama dedi Abbas, dedi, ya Hüseyin, sən qızılsan, sən filasan, mən isə gümüşəm. Yəni ki, mən misəm. Yəni, misin qızıldan fərqiyyəti var da bilirsiniz də, qızıl bir mis. Yəni, o cürə özünü İmam Hüseyin Aleyhisselamın qabağında kiçildi və öz fədakarlığın və öz iradətin Həzrət İmam Hüseyin Aleyhisselama bildirir. Xudaya, bu əziz qardaşlar bu gecədə zəhmət çəkdilər, Əbu'l-Feth ağıya ağladılar, sinə vurdular, nənəsi Ümmül-Bərinin müsibətini ağladılar. Xudaya, sənə and verir Həzrət Əbu'l-Fethin sənin yanında olan qurban mənzilətini əlimizin amil sinəmizə qaytar. Şahi amil deyən dillərə bəla yetirmə. Xudaya, bu gecə bizim hamımızı Qəbristan-ı Bəqiyyə zəvvar elə. Xudaya, Bəqiyyə Qəbristanımızı görməmiş bizi qəbr evinə aparma. Xudaya, qardaşımız da namazdan qabağa bizə ərz elədilər ki, məriz var, xəstə var, xüsusən bu zaman ki, xəstədir, Xudaya, hər bir xəstə gəlib o qapıya, sərətani xəstələr. Xudaya, yəni ki, düyünü atılmayan xəstələrdir bunlar. Bunların ancaq düyünü, yəni, Əhl-i Beyt ata bilər, başqaları ata bilməz. Xudaya, təvəssül edirlər bu gecəyə, xüsusən bu
nəbiyə, bu aniyə, Xudaya, bunların məclislərinin hamısına bu məclisdən durmamış şəfa mərhəmət. Xudaya, Xudadan və aləm, bu məclisin bizim ilahi ömrümüzə yazma. Xudaya, bu məclisin feyzin bizim qəbr evimizə zəxirə qədərdir. Xudaya, Xudadan və aləm bizi qəbr-i Abbasdan ayrı salma. Kardeşimiz Əhl-i şairidir. Onun da xidmətləri böyükdür. İslamda, Azərbaycanda. Xudaya, və bu qardaşlarımızın sayın gün-bə-gün çox elə. Onların sayətimizin başımızdan əsli eləmə. Xudaya, xüsusən bu gecə ehsan tərtib verilir, ehsan adı qəbul elə. Xudaya, bu məclisdən bizim ata-analarımıza feydinayət elə. Xudaya, İslamın ələmin uza elə. Bunun ələmin tərnimun elə. Zindanda olanlarımızı azad elə. İmam-ı Zaman Aleyhisselamın nəzərin bu məclisdən xoşnud elə. Zuhur İmam-ı Zamanı təhdil elə. İmam-ı Zaman Aleyhisselamın huzurunda Xudaya təhdil qərar verir. Xudaya özümüzün və qalalarımızın, əhləyalımızın, nəfsimizin yanında əhl-i beytin məhəbbətini çıxartma. Xudaya bizi Kərbəlayı eləməmiş qəbr evinə aparma. Duanın inşallah axırın ağa eləsin, qardaşlar eləsinlər, Allah hamıda tövfiq versin, qardaş, Allah tamam da razı olsun. Az deyəcək, inşallah deyəcək, az deyəcək. Ağa bilən bu elə bitəcək mi sonra? İlahi, bugünkü azadlığımızı öz vəcdanında qəbul edər. Qardaşlar ki, varlıqası, Fatih qardaş, Azərişan qardaş, bizi ruhan Kərbəlaya apardı və öz gözəl doğmalarla sizləri teyzə verədir. Allah onlardan sizdən razı olsun. Allah yeni göyün qanalarından hiç tərəfdir. Esnafı edən qardaşın da yeni göyün qanalarından Allah hiç tərəfdir. Esnafı esnaflarla bu esnafı Allah qəbul edədir. Hanımlar ki var, o əlsəyə məsələ bu yemələr, fikirlər, zamanlar var, əziyyət, şübhət, şübhə yüksür var. Onların da Allah'a hayır sağlamak edədir. Allah'a Türkistan bütün bölgü kardeşlerin ailelerine hoşmak bir sağda bizi hareket etsin. Allah'a sizin namazlarınızı kabul edin. Hadi inşallah insanlar sizleri tezah versin, onun özlü sağlamasına ve devletler kişiler olarak da sağlamak istedim. Allah kabul etsin. Hər kim ki gəlir məclisə gəlsin, əzizimdir. Çünki çox əzizdir ağama hər gələn insan. Ehsan xanım Fatimə başlanında vəfət. Ağlar anılar, dərdini kamil bilən insan. Bir şey diyeceğim ki inşallah onu halledilirmiştir. Onu arkadaşlar bununla karşı eder. Bu şey Vaxtı ki hanım etti dila dünyaya. Nefret əli yaz tutdu hanım Zəhraya. Bəni Haşim düşünüb gəldi budur mənaya. Bir yaz yoldaşı lazımdır Əli Mövlaya. Elə yoldaş gətirin tabi-i Qur'an olsun. Əli övladlarına rəhmət şayan olsun. Bir gəlin gəldi Əlinin evinə ruhu təmiz. Gördü bu evdə hələ tufan edir dəmli dəniz. O ana yok, anasız körpəlere
oldu kəniz. Hər bir işdə onları tutdu canından bəzi. Hamırın bölməni, əhlaqına xeyran olsun. Roz məhşərdə yerin cənnət-i rizvan olsun. Elə ki, Əbbasa o gün anası verdi həyat, eşideydiniz necə siz söz danışırdı canahat. Daha zəhra, bu yetim körpələrə yoxdur nicat. Bu sözün bülbəninin qəlbini etdiyin narahat, dedi meydan kesədən, mərkəzi meydan olsun. Elə yer olsun ora, sarıda çox insan olsun. Belə nahaq danışan xalqı utandırdı xanım. 7 günlük babasının yerdə uzandırdı xanım. Əli övladını bir yerdə yandırdı xanım. Onların başına Əbbası dolandırdı xanım. Dedi bir söz deyəcəm ki, sənə elan olsun. Ama sakit diyanın dinləmək alsan. Camaha, bir kadının ki əli ustad diyorlar. O koyar Fatime'nin kendine feryat diyorlar. Bəli, ündür, bəlimin 100 tane evladı. Bəli, ündür, bəlimin 100 tane evladı diyorlar. Yüzünün de adı Abbas olan bir adı diyorlar. Yüzü de Fatıma evladına kurban olsun. Abbas'ın ehsan olsun. Anası Abbas'a çok verdi nasihat öğretti. Bu ev ehli bir ağaçtı. Resulullah sözüdür. Belə bir tərbiyyələrlə yəni Əbbas böyüdü. O da oldu atası tək bəni haşim içdi. Rəsmidir. Aslanın oğlu gərək aslan olsun. Dənci meydana qədəm qoydusa tufan olsun. Əlbələ il dolanıb mah-ı məhərrəm geçir. Kərbəlada o zaman haqq ilə batil görüşür. Hər tərəfdən əlinin oğlu əvvəlsəl görüşür. Kəfirin qolları ahdan üzü üstündə düşür. Hələ daşla da vururlar ona aldan olsun. O da səslər Hüseyni ona ayan olsun. Qeybidən gəldi təda, qatləmənir qardaşım. Bu biyabanda olur, boşlama gəldi. Gəlmişəm, hakimiyəm, mən sürədən göz yaşıdır. Bilirəm çox diyarım, qoy sinəmə özbaşıdır. Qoymaram ömrüdən qəlbi pərişan olsun. Şahidin məhşərə bu, qanlı biyaban olsun. Aman bakma ey haqlı Resul, Əbbasının var yarası. Min olan göz yarası, min olan qollar yarası. Qoymaram çiğnə və baş, min olan oxlar yarası. Zeynəbin başına vardırdı o mismar yarası. Səni bu dərdə salan, qanına qəlpan olsun. Əliyyətlər yaralı çiğnə və dərman olsun. Şiiyeler kurban olarak gayreti var. Ya Abbas, bir yerden diye ya. Şiiyeler kurban olarak gayreti var. Ağrı Zehra'ya olan hizmeti var. Söz biraz üreyim hasreti var. Mələkət və ləzəbəti var. Gecə gündüz dilərəm, fürsətə imkan olsun. Həz yerkən də sənin qəbrinə mehman olsun. Həz yerkən də sənin qəbrinə mehman olsun. Aləm, xanımın baş ruhuna təlavat edin.
Bu gece meclis İsmet'te denen ya Zehra. Ya Zehra'ları ziyarete inşallah. Bu gece meclis İsmet'te denen ya Zehra. Kestiyan sergi heyyette denen ya Zehra. Biraz da eşkence var. Utanırsan hanımın adını almakta bile ya Beyhan değil, ben ahirem gafiledir. Utanırsan hanımın adını almakta bile ya Beyhan'ı böyle zayıflıysan İstəyirsən bu sıkıntı, bu utanmak çəkilər bu təkəbbür nəşətin sir gözünün yaşı ilə özünü saxlama rəhmətlə. Denən Kestiyan dərgəy heyyətlə. Denən xoş sənin halıva məsumlara vardır inan. Hanımın gölde mələklər tam yıllar məqam. 50, 60 çok hanımın ehtiramını sonra bir olsun cənnətdə dinər. Ya Zəhra! Kestiyan, dərgəy heyyətlə denən. Ya Zəhra! Hanımın meclisinin mehmanıdır. Hoş ol. Ağın öp ayağın süt tozunu sakkal var. Ki doğuldun bu mehabbetle. Denən. Ciddiyan tercih heyyetle. Denən. Bu gece meclis İsmet'te denən. Şeyinle burada demişim ağzınamışım. Böyle aranın müddetiyle de falan bilmem ne. Bu bir hadise ki bunun için çok tehlikeli şairlere yazıyor. Kardeş maşında bir adamın sahibini de yazıyor. Hava defaları yazıyor. Allah adamlara rahmet, Allah'a rahmet. Allah'a usta kahraları var. Ya Allah'a hani Yahya olsa, Hamd ya, annem benim bakarlığım da görüyor. Allah sabır versin. Sizlerle havayı ehvalinin bir şeysi özünde salmışam. Şurada yanlış delil alanın izinden. Bu gece olsa kömek, alem yoktan yaradan, mövzüne nəzmət şərdindən əvvəl kəlladan. Fərqi yoktur ağanı, kinli də tətlər haradan. O da halət qapısı, xəstələrə eylələrə, özü Allah'ın zülmətlərə bəxş etdir çıraq. Elə qeyrətdə bəşər gəlməyəcək dünyaya. Öləneydən elədik xidmət hali bəhraya. Kim tərəssürdülar eşq ilə həmən mövlaya. Yəqinəm, dərdə dəvadar, əl-boş gelməyəcək. Kim şikəst eləsə Allah'ına hoş gelməyəcək. Bir vilayətdə əvvəl fəzlik edən kəs var. Elə sizin kimi. Eynə. Bir vilayətdə əvvəl fəzlik edən kəs var. Bir əməllə Allah bir Əbbasa çox oxşar. Əməlin tərk eləməzdir. Buna adətcar edir. Hər məhərdən qoşulub, yar və hazarlərə məşq
dinində su paylağı əzadadilər. Söz atmalı. Nə dəva gəlsə ona səbr edən insandır. Həm ağa, həm də soğa şükür edən insandır. Səbəbi bir dərdi üçün fikir edən insandır. Kişinin evdən mərib vardı bir oğlan uşağı. Anadan gəlmə dağıydan sürünərmiş hayalı. El və el gəldə ata, sözdə həkim hücmanı. Nə də dərman dedilər, aldı həmən dərman. Üç bütün müflüz olub, 7 sona imkanı. Yenə də tavqət tapan olmadı nahoş uşağı. O səbəb məhkum olurdu, metəlidir yatağa. Allah dən xəstələrə şifa olsun. Ərgələr il dolanır, motəm-i matəm gəldi. Abi, kim izlah alayı rastlamandan görmüşüm. Ərgələr il dolanır, motəm-i matəm gəldi. Hüsn eşqi ilə yanan qəlblərə qəm gəldi. Kəsdi dilində ayı, mahən hərdən gəldi. Yenə məşkin götürüb məşkinə su doldurdu. Eləyib təbdə-i şükürü cənamazdandı. Yenə adətinə məhərrəm ayı 200 gedər, məhərrəm ayının biri götürdü, məşkinin suyla doldurdu, yenə verib. Qoşulsun əqabarlara şey olaraq su paylaşır. Məşkini çiğninə saldı, özünə verdi təkan. Qədəmin atdı ki, çıxsın şura oldu firəvan. Elə bir nanəsi rufi səsi gəldi o zaman. Söndü baxsın ki, buna qəlb eşqlə bölünür. Gördü nahoş balasının sinəsi üstə sürülür. Balasını gördü yerə, əlləri düşdü yanına. Ağrıya ağrıya övladını sıxdı canına. Dedi oğlum, özünü asan dərkarmana. Nə sözüm var? Demənə sözlərlə qurban olun. Bu qədər ağlamayacaq, gözlərlə qurban olun. Uşağın əxlaqına bax. Öyle bir uşaq. Neyliyim ki, atak? Neyliyim ki, belə yazmışdı yalan tabi. Bir Allah sənə belə yazmışlar. Neyliyim, mənim günahım var. Neyliyim ki, belə yazmışdı yalan tabi. Geymişəm ki, sırf talından bu qərar çörnəyim. Bilir ki, məhəllə maizliyi. Bəzidən günlük qarşılıq. Geymişəm ki, sırf talından bu qərar çörnəyim. Ata, mənə gəl bir soyuzlardan deyərəm ki, bir bala deyil. Bir ata, bu gecə qoyma qalın evdə məni təşlanə, məni də əskilinə vuranə, mən axar meydanə. Yalvarlar. Yazaram şehrimin adım, ağamız etmə çönək. Belə bir hadisiyə tab eləməz qərqi fələk. Nə bilirlər ata övladə savasında görək. Dedi, oğlum, belə sözlərlə usandırma məni. Atın onsuzla xətar etdi, yandırma məni. Ərgələr son qoyulub evdə dəla məclisinə, tutdular üzgən şah-ı şəhəda məclisinə, çatdılar bir qısa müddətdə əda məclisinə. Gördülər, ağlı əba əsrini məclis qoxuyor.
گوشه کرده روضه عباس okuyuyor. Asisi ölçü sözlerdir ben onlara. Uzadan söyledi, geldim ağadan məhsərlər. Qurbanam nəhri tarafta kəsilen eller var. Bu gece tane eder eyleme son nokərlər. Ağa getirmişəm buna. Bu gece tane eder eyleme son nokərlər. 10 dolar öddanla məşki iki parçalara ve hemen mahına hərlərdə sula bayramara. Bu sözler göz yaşına bastı bütün əhl-i əda. Yıkılıp minbere nahoş balasın etti dua. O kadar ağladı. Asır ödül geçecek. Meclisin kutlamı bir basire ilan etti. Hele özlendiğine kalbi perişan geldi. Salavat peygamber bari peygamber'e. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bağlı almaz, nöşerin derdine hal. Ağalar yalanı dinler. Aklı ele bir akıl için, eşlemişte son alacak. O Allah şerefine versin. O kişi eşlemiş. Bağlı kalmaz nöşerin derdine hal. Atılıp yürüyeceğinin yağısı rahmet kalsın. Görsenin nahoşkada o keramet var. Arzını Zeynep'i röyla tutarı yar gelir. Nöşerin görmeye geyretli elendar gelir. Bakışından görünen ki ne kadar var. Öyle bir nefer gelir. Bakışından görülen ki ne kadar sima. O ya Allah şiirlerin seslediği mızrağın Hüseyin'in kızlarına su getiren sehpazın ağada ben dediğim Hazretler Abbas'lara gelen Allah'ın izniyle nokşerbe eylene de ama mesleği de yapardan durabilme. Ağa ve ağa ve ağlama. Ağa değil şahit. Ağlama ağlama. Halında haberdarım. Ahvalar söyleleri Abbas alemdarım. Sana Allah verecek sağlar. Ümit varım ben. Oğul, başımı lale kimi sarmasın önden açın. Ya Ali'yle, elimi koyduğuna durar. Allahu Ekber. Başımı lale kimi sarmasın önden açın. Ya Ali'yle, elimi koyduğuna dur ayağa. Sonra hava ne diyeyim mi? Ya Ali. Dur ayağa. Hava baktığına bir daha durdum ayağa. Qəmdə asman görünəməsin. Amma bir asova bir də belə eyləməsin. Daha su paylamaram kəlməsini söyləməsin. Söz xanımlar xanımı Fatih'e təsir edir. Ağlayıp perdeyi geyrətdə xanım hucu gelir. Oğul, Asabodi'den Sümaylıların sözünü demesin. Hanım adam meclisteydi. Ya Zehra. Ağadan
var elmin bir əl-yəşbər nökər. Ağadan var elmin bir əl-yəşbər nökər. Doğulandan əl-əyağında var əksik əgəri. Ona da qanlı gözünlə əgər etsən nəbəri. Hətta ölsəm olan bəxtələri. Yağlar başlaşına öldü əfəndimiz müşəri. Dəli Zəhrada, xanımın qapısında, Dəli Zəhrada zaman ömrünü pil eyləmişəm. Dəli Zəhrada zaman ömrünü pil eyləmişəm. Nəhlini eşq və əqlində əsir eyləmişəm. Adama 7 şehir dildə nəzir eyləmişəm. Axı sənsən, axı hazət qahısı, sənsən ağa, hara gedir. Elşənəm, ver balamın dərdinə sən, sağə gedin. Elşənəm, ver balamın dərdinə sən, sağə gedin. Allah kabul etsin. Ya Allah, boşanlar. Zamandan salavat diye inşallah. Allahümme salli ala Muhammed Allah Azze ve Celle, Allah-u Mahfaz, Allah-u Mahfaz, Allah-u Mahfaz, Allah-u Mahfaz, Allah-u Mahfaz, Allah-u Mahfaz,